Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 65 minə bax belə şəxsi yaşayış evi satışa çıxarıldı, torpağının çıxarışı ilə satılır. Qaz, su, işıq kommunalları var, kanalizasiyasındakı mərkəzi xəttə qoşulub. Yerləşdiyi ərazidə Saray qəsəbəsində Nazım Marketdən Sumqayıda tərəf gələndə orada stroy material var, material malları. Oradan dönürsünüz sola. Yəni Sumqayıda yaxın hissədədir, Saray Sumqayıda yaxın olan hissəsindədir. 65 minə satışa çıxarılıb bu ev. Deməli, kuxuna mebeli, kombisi, radiatoru, işıqlar, lüstrlər hamısı qalacaq. Qalan öz əşyaların hamısını götürəcəklər. Bu 65 min də başlanğıc qiymətdir. Qiymətində endirim eləyəcək ev sahibi özü. Gələndə inşallah görəcəksiniz. Yəni yaşayış evidir. Yəni neçə vaxtı burada yaşayırlar, öz şəxsi evləridir. Bu da koridorudur girəcəkdə. Mən mətbəxdən başlamışdım çəkməyə. 3 otaqlı evdir. 65 min manata. Mətbəxi göstərdim, koridordan davam eləyək. Məsələn, başlayaq zala, qonaq otağına. Bax, buradan belə göstərirəm. Bax, belə bir genişliyində qonaq otağıdır. Hazır evdir, yəni hazır yaşayış evidir. Bir dənə də oradan zəhmət olmasa çəkin bu tərəf düşsün, TV-stand tərəf. Bax, görürsünüz, hazır. Yəni yaşayışa tam hazırdır. Çünki illərdir burada ailə yaşayır. Gələndə də özlərindən söhbət edəcəksiniz, qiymətdə endirim olunacaq. Deməli, bir də təkrar edirəm. Xuna mebeli, kombi, radiator, hamamzat hər bir şey qaydasındadır. Özlərinə aid olan şkaf, stol, divan, nəyləri var, əşyalarını götürəcəklər. Zəhmət olmasa yaxınlaşın bir də bura. Buradan da indi sanitar qovşağını göstərək. Bax, bu da sanitar qovşağıdır. Çox səliqə səhmanlı evdir. Bax, moydadır nə qədər hazır vəziyyətdədir. Sonra burada bir yataq otağı var. Bax, bura qədər gəlim, tam otağın böyüklüyün, balacalığını görərsiniz. Bax, görürsünüz, bax belə. Belə bir yataq otağı, bu böyük yataq otağıdır. Bir yataq otağı da buradadır. Bu nisbətən, buna nisbətən biraz balacadır. Bax, belə. Görürsünüz. Qurqavoy qoşadaşla tikilmişdi. Fundamentli kəmərlidir, üstündə də kəməri var. Evimizin üstü də qabançıq ilə bəzədilib. Onu indi göstərəcəm. Bax, evin içi belədir. Qalanını inşallah gəlib görərsiniz. Bir dənə həyətə baxaq. Hörmətli izləyicilər, bu da həmin evin həyətidir. Yəni həyət hissədən görünüşüdür. Mən hal-hazırda balkonda dayanmışam. Bütün balkon beton monolitdir. İnşallah bunu gələndə görəcəksiniz. İndi yavaş-yavaş yaxınlaşın. Bax, demək olar ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 daş kürsülü evdir. 10 daş kürsülü evdir. Evimizin üstü də qabançıq ilə bəzədilib. Pəncərələr də görürsünüz, kollektiv pəncərələrdir, setkası, hər bir şeydir, hər bir şeydir. Mən çox xırdalarına getmirəm. Yaşayışa tam hazır olan evdir. Bax, bu balkon idi, monolitdir. Kombisi də burada. Burada da padvalıdır, belə ümumi ayaq üstə durmaq olur. Bütün otaqlara da keçmək mümkündür. Bu da mərkəzi kanalizasiyanın trapıdır. Bax, belə, darvazasıdır. Səliqə səhmanın evdə 65 min manatadır. Day hazır evdir də. Yəni siz alandan sonra mətbəx mebeli yığdırmayacaqsınız, kombi qoymayacaqsınız, radiator qoymayacaqsınız, hamam aksesuarları qoymayacaqsınız. Moydadır, nə qədər var. Torpağının çıxarışı ilə satılır, bir də təkrar edirəm. 65 mindən də narahat olmayın. Mütləq gəlin bu evə baxın. Sağ olun.